If I had to live my life without you near me, the days would all be empty. Herkese selam, kanalıma ve videoma hoş gelmişsiniz. Bugün sizlerle birlikte bir rutin vlogu çekirik. Burada da Ayla var gördüğünüz gibi ve Teddy'sinin oynuyor durar durmaz. Tabii ki yastıklar atmışıq, Teddy'mizi de götürmüşük. Size küçük bir açıklama eləmək istəyirəm videoya başlamadan əvvəl. Instagramdan bir çoxunuz yazdınız ki, Timur'u görürük ancaq videolarda Ayla hardadır, Ayla niye yoktu? Buna bir minik açıqlıqdan videolarından çıxartmadım. Belə düşünənləriniz də olubdu. Bu vlogdan çıxardım ki, bacı qardaş olaraq davam başlardıq və elə də davam edəcəyik. Ayla təbii ki də vlogdan çıxmadı və belə bir şey əsla baş verməyəcək. Yəni narahat olmayın, Ayla heç vloglardan çıxmayacaq. Sadəcə Ayla anamla qalır və Timur da mənləndir. Biraz ona görə həm vloglarda olmadı, həm də Ayla'nın bağçası var bilirsiniz ki, evə onsuz da 4-də gəlir. Mən 3-də çıxıram məktəbdən. 4-də də elə bilin Ayla çıxır. Aylanı gedirəm, sonra götürürəm, gətirirəm. Artıq yorğun oluruq yəni ikimiz də və dərs onun ev tapşırıqlarını elətdirirəm. Ondan sonra öz dərslərimi edirəm. Beləcə vaxt qalmırdı. Buna görə sizlərə Ayla ilə çox da vlog çəkə bilmədim. Çox danışdım. İndi gələk bugün nə eləyəcəyimizə. Deməli bugün ilk öncə Ayla ilə birlikdə Ayla'ya vəzə yemək yedirdəcək, ondan sonra əynini dəyişəcək. Yəni qısası rutin vlogudur və istəyirəm ki, Ayla ilə bir gün keçirdəsiniz. İndi gedək Ayla'ya burada biraz dursun, hətta Aylanı da götürəcəm indi qucağıma. Gedək ona geyimlərini seçək, kavşoka oturaq və yemək hazırlayaq. Götürdüm qızımı, indi gedirik. Bu arada hava bugün çox qəribə. İçimizdə dağılıb. Bütün dumandır, belə çox görünmür, amma ətraf çox dumanlı və soyuqdur. Zaten yanvar ayıdır, soğuk olman normaldır. İndi gedirik, burada da taprenamız var. İndi gedək. Bu arada uzun zamandır Ayla ilə butulka axtarırdım və nəhayət ki tapdım, aldım. Həm bunu aldım, uzun olanı, həm də bu mini olan Babyland'in balaca butulkasını aldım. Dəqiqə qulpu qarışıb burada. Və Babyland'in bu 40 millilik olan butulkasını aldım. Gördüğünüz gibi 40 milli. 40 milli yazılıb üstündə, bunu aldım. Bu isə 240 millidir. İndi Ayla bundan süt. Ayla bitirib artıq məni çağırır. İşığı söndürdüm, gedim. Gəldim. Sana su gətirdim, içirsən? İçim. Gəlin indi altında düzəldəcəm. Hazır gəlmişkən şkafdan paltarka seçək. Aylan paltar şkaf burada, indi seçəcəm. İstəyə qədər içsin, sonra çox içərlər. İndi sıra gəlsin. Paltar seçim. Bu bayağı böyük polkamız var və bu şəkildə yapacağım. Koftalardır, pijama koftalardır bu isə. Və hətta bundan sonra bu qədər pijamadır, bu da pijamadır. Daha sonra tulumlar falan. Bugün hava həm soyuqdur, həm də bulanıqlıdır və bürkü var havada yəni. Baxın buradan. Bu uzun zamandır geyinmədiyi üçün arxadan qalıb. Bu arada Ayla çok estetik renklerde tulumlar seçmişim. Hələ almamışam. İnşallah ki gedib alacağım. Bu arada bibimin nəvəsi paltarlarını verəcəklər mənə. Oğlan olduğu üçün oğlan paltarları daha çox. Ama olsun yəni. Paltardan zərər gəlməz. Əgər siz də vermək istəyirsiniz, Instagram hesabıma keçsəydi buradan yazı bilərsiniz. Tulum olarak bunu geyindirəcəm. Buranı da bu şəkildə yığmışam. Bura butulkaları qoyacağım, sonra vazgeçdim. Bu da Timur'un bələkləri, baş əskisi, yəni baş bələk, yenə qol bələk, ayaqlarının zaten bələkləri. Bu da plyonkadır, müşkilər. Buradan sprey, pudra, krem. Sabunun diş fırçam. Ha bak bu yanından çıxmışdı. O yeməkdən sonra işlədəcəyik bunu. Bezlər. Toskalar tutacaq, saç rezinləri. Lazım hər şeyi aldım. Göstərmək qısaca. Tulum, bunlar da bodysi var. Baxın altdan o qalacaq. Yok pardon gel. Hamımızı çok sevirik bu arada. Aylanı uzandırıp giyindirəm, ona göre kameramı bu şekilde sabitlədim. Hoppa. Bu arada bir sarı body'de size bir şey göstereceğim. Bu şekilde mavi takipçimin gönderdiği çorap var. Kız çorabıdır. Mavi üstü zürafələ. Bunu giyindirəcəm Ayla'ya alttan. Çünkü tekstil perindən nazik olacağını düşündüğüm için bunu giyindirəcəm. Ha su al. Bu arada Ayla butulkanı bayağı sevdi ha. Neyse suyunu içsin, ondan sonra tez giyindirim ki soğuk olmasın. Kızlar Ayla'ya sırflarını giydirdim, çoraplarını giydirdim. Saçını indi yıkacağıq. Ondan sonra yemək yemeye gidəcəyik. Ayla'nın saçlarına bakın. Bu şekilde yırdım.
Baştan bir tutama ayırdım, hördüm, yığdım. Ayırdım, ördüm, yığdım. Çok bir şey oldu. İndi gidək yeməyə hazırlayaq. Təbii ki, yeməyə hazırlamaq keçirəm və buranı yetişdirib gəldim. Bitti. Şimdi bunu zaten yuyacağım. Suyunu da içibdi. Buzluqasını verəcəm. Yanına o oyun oynasam mən də bunları yuyum. Ondan sonra birlikte gəlim. Ona qədər yəqin günorta olacaq. Günorta olsa yatırdarıq. Gəldim, sizə qısa bir özet gətirdim gələndə. En son sizi səhv etmirəmsə Aylanın qabını yığışdıranda qalmışdıq. Daha sonra biz biraz Ayla öz-özünə oynadı. Mən evləri yığışdırdım, Ayla ilə oynadım. Orada suyumuz bitib, baxın 60 qalıbdı sadəcə. Sonra deyəcəksiniz ki, bu boyda butulkanı nə edirsən, amma Ayla həqiqətən çox su içir və stəkandan verəndə 4 yaş olmana baxmayaraq dəhşət çox tökürüsünə məndə belə bir butulka aldım. Doldurmuşdum hətta bura qədər. Yeməyinə tökəndən sonra bu arada doldurdum yenə bura qədər, amma 60 qalıb. İndi yatırdanda da verəcəm onsuz. Burada yeni bir şey geliştirmişik. Uzandırıram yerinə, butulkasını verirəm və yatır. Suyunu da içib bayağı bir oyun falan oynadı. Saat hal-hazırda 12'ye gəlir. Aylanı biraz günorta yuxusuna yatırdacağım. Mən də dərs oxumaya gedəcəm. Ondan sonra gələcəm və yenə Ayla ilə birlikdə vaxt keçiriləcək o günorta yuxusundan durandan sonra. Bir kələcə bunu çıxardacağım, corablarını çıxardacağım. Və bu bodik markası qalacaq. Sadəcə üstünə bir dənə kofta giyindirəcəm və rahat şəkildə yatırım. Hazırda paltarımızı çıxartdıq. Gəlin göstəreyim. Deməli, ayağının corabları qaldı. Bunu da çıxardacağım yatanda. Çünki bədənin istiliyi azalmalıdır. Yəni, xəstə corab mən yatmaq düzgün deyil, bunu da bilin. Altdan bodisi qaldı yenə və bunu giyindirdim. Üstünə pilini belə yatışdıracağım Aylanı. Hoş. Şimdi biraz yatsın, bir 6'da falan duracaq, sonra 3 saat oynayıp yine 9'da yatacaq. Aylan yerində toplamamışdım zaten. Çünki təzədən yatacağını dediyim üçün yemək falan yedi, ona görə vaxt getdi. Normal bir yastık verməm, amma bu şəkildə qoyanda daha rahat yatır, ona görə. Şimdi biz ışığı söndürək, Ayla yatsın və akşama doğru görüşək. Mən də gedim dərsimi oxuyum. Herkese yeniden salam. Bu arada bayağı bir yattık biz Ayla ilə. Əslində Ayla yatmadı, uykuya direndi. Mən də yanında uzandım və birlikdə bir neçə saat yatdıq. Hal-hazırda saat 6, yox 7'dir. 7 saat. Hal-hazırda biraz gece yuxumuzda problem olacaq, amma olsun. Şimdi Aylanı durğuzacağım və yemək falan yiyəcəyik yəni. Bugün sizinle birlikte yuxuya gedişini çəkə bilməyəcəm, çünki gec yatacaq bayağı bir. Zaten Timur'un da yuxu düzəni bu aralar pozuldu, eyni zamanda mənim də. Hər yuxu sonrası oldu ki, yuxucamı da sevirəm biraz. Orada koftasını dəyişməyəcəm, direkt bir dənə şalvar var orada qalın, onu geyindirəcəm. Bu arada anam süt çıxardıbdı, Aylanın ən sevdiyi yemək. Süt çörək, süt çörək. Çörək, qabaq süt tökürsüz və çörək doğrayırsınız. Onu çox qəşəng yeyir, onu eləyəcəm. İndi əynin geyindirim. Yəni bu ayaqlara şalvarını geyindirim, gəlirim. Biz geyindik, gəldik. Bu arada işığa görə heç kusura baxmayın. Çünki tripodun ışığı son vaxtlar yanmır. Əgər sizdə də belə bir şey olsa, neynədiniz ki yanda onu deyin. Çünki həqiqətən tripodum yanmır. Mən də məcbur doğal işıq edeyim. Lampanın işığı ilə çəkirəm. İndi gedirik süt içməyə. Daha doğrusu sütlü çörək yeməyə. Kol süt də çox sevdim. Kızlar Aylan'la beraber yetiştiğimize göre zaten kameramda pis ekran sopalarını hiç kim izlemeyecek. Bundan eminim. Ece ahıra kadar izləyirsinizsə yorumlara yazın və sizə təşəkkür edirəm. Ahıra kadar bu videonu izlədinizsə, buraya kadar izləmişsinizsə. Normalde dərs oxumaya getməliyəm. Aylan'la oturacağım, biraz oyun falan oynasın. Çünki bugün həqiqətən rejimimiz çox pozuldu. Dünən heç bu qədər pozulmamışdı, amma bugün çox pozuldu. Hələ Timur bu gecə nənəsində qalacaq. Ondan sonra gedib Timur'u da belki bugün gedib götürdü anamla. Yəni bayağı bir şey var. Neyse, bay bay, digər vlog və videolarda görüşənə qədər. Bay bay.